İsrail və ABŞ-nin İrana qarşı 28 fevralda başlatdığı müharibədə Xamenei öldürüldü. Dini rejimin başçısı ölümlər siyahısında tək də deyil. İnqilab Keşikçiləri Korpusunun komandanı General Məhəmməd Pakpur, təhlükəsizliyi üzrə məsləhətçi Əli Şamxani, Müdafiə naziri Əziz Nəsirzadə də ümumilikdə zərbələr nəticəsində ölən 40-dan çox İran rəsmisi arasındadır. Xameneinin öldürülməsi bəzi bölgələrdə atəşfəşanlıqla da müşahidə olunub. Həmçinin ölkədə 40 günlük matəm elan olunub, xeyli insan ex-ali dini rəhbər üçün yas saxlayır. Ölkənin cənubunda Xameneiyə aid bir heykəl də bugün aşırılıb. İsrail Baş naziri Benyamin Netanyahu zərbələrin məqsədinin İranda mövcud olan terror rejiminin yaratdığı ekzistensial təhdidi aradan qaldırmaq olduğunu bildirib və əlavə eləyib ki, birgə hərəkətimiz cəsur İran xalqının öz taleyini öz əlinə alması üçün şərait yaradacaq. Statın sonu. Azərbaycan Xarici İşlər Nazirliyi İran tərəfinə baş sağlığı verib və xatırladıb ki, onun ərazisi İrana qarşı hücum üçün istifadə edilə bilməz. İsrail və Amerikaya cinayətkar. Pezeşkiyan bugünkü çıxışında Ayətullah Əli Xameneinin vəfatı ilə bağlı baş sağlığı ifadə edib və müvəqqəti rəhbərlik şurasının işə başladığını bildirib. Deyib ki, özü də İranın ruhani orqanı növbəti ali lideri seçərkən boşluq yaranmaması üçün yaradılmış 3 nəfərlik müvəqqəti komitənin üzvüdür. O, məhkəmə hakimiyyəti rəhbəri Mohseni Ejeheyi və Ayətullah Əli Riza Arafi ilə birlikdə sistemi idarə edir. BMT, Rusiya, Çin əməliyyatları qınayıb. Erdoğan da İrana qarşı hücumu qınayanlar arasındadır. İran dünəndən cavab olaraq İsrailə, həmçinin Ərəb ölkələrindəki ABŞ hərbi bazalarına hücumlar eləyib. İran dronlarının səsi şəhərlərdə, lüks otellər, alış-veriş mərkəzlərində də eşidilib. İran Xarici İşlər Nazirliyinin başçısı hələ də sağ olan Abbas Araqçı bildirib ki, hərbi bazalardakı əskərlər hotellərə yerləşdirildiyi üçün onlar bəzi binaları da hədəfə alırlar. Araqçı həmçinin deyib ki, yeni ali dini lider yaxın 2-3 gün içində seçiləcək. Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyi deyib ki, onlar indiyədək 167 raket və 541 dronla baş eləyiblər. 35 dron ölkə ərazisində düşüb, 3 nəfərin ölümünə, 58 nəfərin yüngül xəsarət almasına səbəb olub. İsrail və ABŞ təkcə hərbi obyektləri vurduqlarını desələr də, yayılan görüntülər bunun əksini göstərir. İran cənubunda dünən qızların ibtidai məktəbinə endirilən zərbə 153 nəfərin həyatına son qoyub, 95 nəfəri yaralayıb. İranın mülki itkilərinin isə ən az 200-dən çox olduğu deyilir. Yaralı sayı İranda 700-ü keçib. İran bugün üçün ən dağıdıcı hücum əməliyyatı vəd vermişdi İsrail və ABŞ bazalarına qarşı. Bugün xəbər yayıldı ki, İran 3 ABŞ hərbiçisini öldürüb, 5-ini yaralayıb. İsrailin Beyt Şemeş şəhərinə raket hücumunda isə 9 nəfər həyatını itirib. İran bugün həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, İordaniya və Səudiyyə Ərəbistanına da hücumlar eləyib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu Sepah, Abraham Lincoln gəmisinə 4 ballistik raketlə hücum elədiyini də bildirib. İran hərbi və siyasi liderlərinin təhlükəsizliyini belə təmin eləyə bilmir. Bəhreyn, İraq, İsrail, İran, Küveyt, Qətər, Suriya və Birləşmiş Ərəb Əmirlikləri öz hava sahələrini bağlayıblar. Sürgündə olan keçmiş Şahoğlu Pəhləvi keçid hökuməti hazırladığını deyib və ABŞ-də yerləşən İran Milli Demokratiya İttifaqı ilə əlaqəli İran Rifah layihəsini irəli sürüb. Bu təşəbbüs İslam Respublikasının mümkün çöküşündən sonra İran idarəçiliyinin ilk 180 günü üçün planları, o cümlədən iqtisadi sabitləşdirmə və institutların yenidən qurulması tədbirlərini əhatə eləyir.
İran diasporası müxtəlif Avropa şəhərlərində bayram mitinqləri təşkil eləyir. Bağdadda tərəfdarları Xameneyinin öldürülməsinə etiraz olaraq ABŞ səfirliyinə hücumlar eləyiblər. Pakistanın Karachi şəhərində ABŞ konsulluğunun qarşısında baş verən toqquşmalarda ən azı 9 nəfər həlak olub.